Bərdə rayon İcra Hakimiyyəti başçısının əmrli kəndində səyyar qəbul görüşü keçirilib. Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət xidmət təşkilatlarının rəhbərləri, Bələdiyyə İnzibati Ərazi İdarəsi üzrə nümayəndələrinin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında Respublikamızda aparılan sosial-iqtisadi islahatların əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Əmirli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verilib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dillənilib. Yeni məktəb binasının və tibb məntəqəsinin tikilməsi, məişət tullantılarının atılması üçün yer ayrılması, bir ədəd subartizan quyusunun qazılması, kənddə olan elektrik güc transformatorunun kənarlarının çəpərlənməsi ilə bağlı müraciətlərin dinləndikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilir. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Aran TV, Bərdə.